Leyla xanım, özümü sevmək üçün nədən başlamalıyam? Özünü sevmək dediyimiz zaman çoxsu bunu eqoizm kimi görür, hər kəsdən özünü üstün görmək kimi görür. Əslində bu özünü sevmək tamamilə fərqli bir şeydir. Özünü sevmək xırda addımlardan başlayır. Misal üçün, yorulanda dincəlmək, istəyəndə özünü xırda bir şeylərlə sevindirmək və özünü sevmək bir şeyləri səhv etdiyin zaman mən bacarmadım demək yerinə hər kəs səhv eləyir, mən də öyrənirəm deməkdir. Özünü sevmək daxili dialoq qura bilməkdir. Mən nə istəyirəm, mən nə hiss edirəm. Özünü sevmək kimsə istəyir deyə hə demək deyil. Əgər istəmirsənsə yox deməyi bacarmaqdır. Çünki hər zaman kimsə istəyir deyə hə dediyimiz zaman biz özümüzdən vaz keçirik. Və özünü sevmək özümüzdən başlayır. Çünki daxildən başlayır. Daxilimizdəki sevgi boşluqlarını biz yalnız özümüz doldura bilərik. Qıraqdan sevgi gözləməklə deyil. Çünki daxilimizdə sevgi boşluqları olduğu zaman artıq başqalarının sevgisi də bizə yetərli olmayacaq, yetərincə toxunmayacaq. Və biz özümüz o sevgi boşluqlarını doldurduğumuz zaman artıq həqiqətən özümüzü sevməyə başlayırıq. Və önəmli olan başqalarının gözündə mükəmməl olmaq deyil, öz gözümüzdə dəyərli olmaqdır.